Salam müəllim. Salam ha Məhəmməd. Müəllim, yaz tətilində uşaqlar neynəsin? Yaz tətilində uşaqlar neynəməsin? Yəni bayram günlərində dəftər, kitab oxumasınlar, O, müəllim, dəftəri, kitabı qoysunlar bir qırağa, əylənsinlər, istirahət eləsinlər. Müəllim, bəs bizə deyirlər çalışma elə, dərs oxu, kitab oxu. Səhv deyirlər. Səhv deyirlər. Bayram günü, tətil günləri nə üçündür? İstirahət üçün. Bax, bu səməniyə, güllərə, ağaclara su vermisən? Bəli, Əla. Suyu davamlı töksək, daşır. bəli. Amma biraz tökürük, fasilə veririk, o su torpaq çəkir öz canına, sonra biraz da tökürük. Bax, biliklər də təhsildə belədir. Davamlı suyu töksək, o daşacaq. Amma tətilə qədər öyrənirik, tətildə su verməyi saxlayırıq. Yəni bilik axını saxlayırıq, beynimizdə o hər bilik öz qovluğuna gedir, oturur. Kompüterdə qovluqlar var, papka deyirlər. Bax, biliklər də gərək getsin, öz qovluğunu tapsın. Ona görə bayram günlərində dərs olmaz. Kitabları falan qoyduq qırağa. Nə edirsiniz? Ailəvinizlə vaxt keçirirsiniz, qohumlarınızı ziyarət edirsiniz, qonşularınızı ziyarət edirsiniz, papaq atdı, tonqal yandırdı. Qəşəng bayramın zövqünü alırsınız. Oldu? Bəli. Amma bayramdan sonraki günlərdə ikinci hissəmizdə izah eləyərik. Əziz valideynlər və müəllimlər, siz Turan müəllimi eşidirsiniz?